Kan ini bodoh. Var var. Gördün mü kapakları? Bunu kaldırmak için çok lazımdı. Sabırımız geliyor. Oy belə hassaslıqla çıxır. Biz nə qədər cəhd elədik, o dəmirləri çıxarda bilmədik. Yani gündelik temizliğimiz her gün iyi bir şey. Sefer belə değil. Kısmın verdiği roza. Vazalarımı da yudum. İndi içini dolduracağım. Bir de bu linkler var. İnanmayacaksınız. Artık 17 ayda tamam olacak ki vazaların üstünden taxılı çıxmıyor fərədə. Ama deyim, çox belə videoda görsənməyinə baxmayın. Çox hündürdür. Bəlkə də olar 60 sm hündürlüyü. Məncə belə vazaları cehizlikdə vermək lazım deyil. Çünki çox yer tutur. Bir də bu vazalar balaca olsa daha yaxşıdır. Düzdür, var məndə balaca vaza, bir də belə vaza, amma gərəksizdir də, qalır qıraqda. Hayfım gəldi, ona görə də qoydum. Azərbaycanda 16 il mənsiz olublar, orada qalıbdılar. Yanvar ayında gəldilər, çıxdılar. Üzümdən görünür ki, yorğunam. Bugün işlər çoxdur, gecəni də narahat yatmışam. Yuxunun da təsirindən hələ oyanmamışam. Bugün biraz uzanım, dincəlim. Birinci çay içim sonra. Qapıda da traktor işləyir. Günün karmanı hələ var, amma artıq gücüm qalmadı. Yoruldum. Kimden yaptık? Bir saçına bakmak, dikkatli baksın.